Rayon xəstəxanasında xidmət göstərilməyən hamilə qadın doğuş üçün Muravey motosikletlə Gəncəyə çatdırılıb. Hadisə Samux sakininin başına gəlib. Sistem qoyuldu. Sistemi qoyulandan sonra orada bir cərrah var. Dedi ki, biz bunu doğuş eləyənməliyik, bu getməlidir Gəncə şəhərinə. Mən də qayıtdım, dedim ki, bir dənə skoru verin, mən onunla aparım da Muravey ilə gəlmişəm. Deyir ki, bizim sərhədimiz çatmışdı, biz Gəncə şəhərinə skor verək. Ya məsələ də belə oldu. Mən də öz motosikletimlə getdim bura Abbas Sərsinə, elə burada da xeyli bir doğusu oldu. Sağ olsun həkimlər yaxşı qarşıladı, uşaq sağlamdır. Oradakı narazılığım ondan ibarət idi ki, məni sistemə qoşdular, əməliyyata hazırladılar, yarı-yarımçıq məni stoldan düşürdülər. Sistemin altından məni yarı-yarımçıq qoydular masada, çıxartdılar arxa qapıdan ki, yox, getginən heç skor da vermədilər. Skor olan, mənə skoru ayırmadılar, mən motosikletlə gəldim oradan bura. Həddən artıq çətin vəziyyətdə mən özümü bura çatdırdım, məni burada dardan qurtardılar. Məsələ ilə bağlı təbibdən bildirilib ki, Samux rayon mərkəzi xəstəxanasında hamilə qadının müayinəyə cəlb edilməməsi iddiaları həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb. Sözü gedən vətəndaş əvvəlcə Gəncə perinatal mərkəzində ultrasəs müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. Daha sonra həmin vətəndaş Samux rayon mərkəzi xəstəxanasına müraciət edərək həkim cərrah ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib. Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının 6-cı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb. Vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyi ilə Gəncə perinatal mərkəzinə müraciət edib. Yaranmış anlaşmazlıq aradan qaldırılıb. Maraqlısı budur ki, ailə elə həmin motosikletlə də son beşiklərini evinə aparıb.